Xoş gördük. ASTV İqtisadiyyata davam edirik. Studiyada mənəm Namiq Əliyev. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən 4 milyard 454,9 milyon manat vəsait ayrılıb. Bu barədə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında məlumat verilib. 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub ki, xərclənən vəsaitin 3 milyard 781,9 milyon manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin 334 milyon manatı, dövlət büdcəsinin ehtiyat fondunun 276,3 milyon manatı, dövlət əsaslı xərclər üzrə vəsaitlərin 62,7 milyon manatı isə dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür. Türk Dövlətləri Təşkilatının bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb və üzv dövlətlər arasında maliyyə texnologiyaları və hesablaşmalar sahəsində əməkdaşlıq genişlənir. Rəqəmsal ödənişlər inteqrasiyası üçün yeni imkanlar yaranır. Bu barədə Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası sammitində məlumat verilib. Bildirilib ki, ölkədə maliyyə sektorunda dələduzluğa qarşı yeni qaydalar hazırlanır. Ənənəvi olaraq hər il keçirilən Maliyyə və Bankçılıq sammitində bu dəfə fərqli mövzular ətrafında fikir mübadiləsi aparıldı. 10-cu sammitdə əsasən Türk dilli dövlətlər arasında hesablaşmalar və maliyyə texnologiyalarının inkişafı müzakirə olundu. Biz əldə etdiyimiz nailiyyətləri, əldə etdiyimiz uğurları, inkişaf etmiş rəqəmsal texnologiyanın tətbiqi istiqamətində əldə etdiyimiz nailiyyətləri artıq materiallaşdırırıq və bu sözün yaxşı mənasında biznesin daha da sürətli və daha da keyfiyyətli inkişaf etdirilməsi və iqtisadi artıma tövbə verəcək istiqamətlə yönləndiririk. Hazırda Türk Dövlətləri Təşkilatında bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb. Eləcə də təşkilata üzv ölkələrin ümumdaxili məhsulunun illik dəyəri 2,1 trilyon ABŞ dollarını ötür ki, bu da dünya iqtisadiyyatının təxminən 3%-ni təşkil edir. Türk dövlətlərində bank sektorunun inkişafıyla bağlı böyük imkanlar var. Biz Türk Dövlətlər Təşkilatında yığım səviyyəsinə baxanda da bunu görürük. Ötən il Türk Dövlətlər Təşkilatında yığım səviyyəsi 670 milyard dollar olub. Və bu da dünya üzrə göstəricinin 2,3%-ni təşkil edir. Ona görə də Türk Dövlətlər Təşkilatında bir neçə istiqamətdə bank sektorunun inkişafına bağlı işlər görülməlidir. Sammitdə bank maliyyə sektorunun qarşısına dayanan çağırışlar da müzakirə edildi. Bildirildi ki, bugün maliyyə sektorunun əsas çağırışları artan xərclər və dələduzluq hallarıdır. Dələduzluqla mübarizə üçün hazırlanan yeni qaydalar ilin sonuna qədər tətbiq olunacaq. Sektorla davamlı olaraq limitlərin tətbiqi və risk əsaslı nəzarət çərçivəsində dələduzluğa qarşı mübarizə daima diqqət mərkəzindədir və digər qurumlarla olan effektiv iş mübadiləsi nəticəsində biz artıq kifayət qədər irəliləyişlər əldə etmişik. Bu səbəbdən hesab edirəm ki, əhalinin maarifləndirməsi ən önəmli məsələlərdən biridir və bununla bağlı da assosiasiyalarla davamlı iş gedir. Süni intellektdən istifadə üzrə yeni məhsulların yaradılması istiqamətində isə rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır. Qısası Azərbaycan 2030-cu ilə qədər İKT ixracını 1 milyard dollara çatdırmaq hədəfləyir. Əli Rzayev, Aytan Abdulova, ASTV İqtisadiyyat. Azərbaycanda 2027-2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramı hazırlanır. Sənəd ölkənin iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək. Azərbaycanda növbəti 4 ili əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramı hazırlanır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanan proqramın ilin sonuna qədər qəbul olunması nəzərdə tutulur. Yeni sənəd 2027-2030-cu illəri əhatə edəcək və ölkənin sosial-iqtisadi inkişafı üzrə əsas çərçivə proqramı olacaq. Proqram iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı, orta müddətli inkişaf prioritetlərini müəyyənləşdirəcək. Vüsal Qasımlı bildirib ki, artıq müxtəlif istiqamətlər üzrə sektorial proqramlar hazırlanaraq təsdiqlənib. Həmin sənədlər ayrı-ayrı sahələr üzrə inkişaf hədəflərini və fəaliyyət istiqamətlərini müəyyən edir.
Belə proqramlar bizim iqtisadi maraqlarımıza daha çox xidmət edəcək və iqtisadi baxımdan səmərəli olacaq və orada birdən ola bilər ayrı-ayrı qurumlar öz daxili maraqları naminə hansı bir proqramları, layihələri təqdim edə bilirlər o proqramın içərisində. Yəni belə bir proqramın, idarəetmə qaydaları qəbul olmuş proqramın belə layihələrə qarşı immuniteti olacaq və bütöv ən yaxşı layihələri toplayıb iqtisadiyyata xidmət edəcək. Yeni sosial-iqtisadi inkişaf proqramının iqtisadi artımın davamlılığının təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına və strateji məqsədlərin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir. Proqramın qəbulundan sonra onun icrası müxtəlif sektorial proqramlar vasitəsilə əlaqələndiriləcək və ölkənin növbəti illər üzrə inkişaf yolu xəritəsini müəyyənləşdirəcək. Çinarə Qambayeva, Aslı və İqtisadiyyat. Aslı iqtisadiyyata baxırsınız, əmtəə bazarlarında neft qiymətlərində azalma müşahidə olunur. Qızıl və gümüşdə cüzi azalma qeydə alınıb. Bazarda qiymətli metallar üzrə hərəkət hələlik sakit xarakter daşıyır. Gəlin monitora nəzər salaq. Bəli, monitordan da göründüyü kimi Brent və WTI markalı neft məhsullarının qiymətində biz eniş görürük. Brent $92.24, WTI isə $89, təxminən 2 sentə ticarət olunub, 2,55% endirimlə. Azerlight'ın qiyməti $100 aşıb, bəli, 0,61% artım qeydə alınıb. Təbii qazın qiymətində də azalma var, 0,10%. Eyni zamanda qızıl və gümüşün qiymətində də biz azalmaların şahidi oluruq. Qızılın qiymətində 0,13%, gümüşün qiymətində də azalma var. Təxminən 4 sentə yaxın azalma və gümüş alıcılara $68.54 təklif olunub. Davam edirik. Qlobal fond indekslərində ümumilikdə müsbət dinamika üstünlük təşkil edir. S&P 500, Dow Jones və Nasdaq 100 artımla bağlanıb. Avropada DAX yüksəlib, FTSE 100 isə cüzi geriləyib. Asiyada isə Nikkei 225 indeksi artımla diqqəti çəkib. Gəlin, biz də monitora nəzər salaq. Bəli, qeyd etdiyim kimi S&P 500, Dow Jones, Nasdaq, Amerika Birləşmiş Ştatları indeksləridir. Bildiyiniz kimi bu hər bir indeks, hər bir ölkənin iqtisadi barometridir və biz S&P 500-də artım görürük, 0,61% və 43 bəndlik artımla ticarət günü yekunlaşıb. Dow Jones-da 318 bənd artım olub, Nasdaq 100-də isə 206 bənd artım olub və 26.131 bəndlə ticarət günü yekunlaşıb. Avropa indekslərinə nəzər salaq. Avropa indekslərində fərqli bir mənzərə görürük. Məsələn, DAX-da artım var, FTSE 100-də isə geriləmə var. DAX-da biz 0,47% artım görürük, 115 bəndlik artım. FTSE 100-də isə biz 0,33% geriləmə görürük və FTSE 100 ticarət gününü 10.342 bəndlə yekunlaşdırıb. Asiya indeksi, Nikkei 225, Yaponiya indeksində isə artım var və ticarət günü 65.417 bəndlə yekunlaşıb. Texnologiya səhmlərində qarışıq mənzərə müşahidə olunur. Apple və Microsoft ucuzlaşıb, Tesla, Amazon və Nvidia isə günü artımla başa vurub. Ən nəzərə çarpan yüksəliş Amazon səhmlərində qeydə alınıb 1,5%. Gəlin monitora nəzər salaq. Bəli, qeyd etdiyim kimi Amazon səhmləri ən yüksək göstəriş göstərib bugün və artım var. Bu təxminən $3.77 artımdır və Amazonun səhmləri alıcılara $249.25 təklif olunub. Apple-da və Microsoft-da geriləmələr var. Tesla'nın səhmində artım var, $2.58 və Tesla'nın səhmləri alıcılara $411.50 təklif olunub. Süni intellekt əhəngi Nvidia-nın səhmlərində biz artım görürük 0,81% və bu təxminən $1.68 artımdır və ticarət günü $210.34 yekunlaşıb. Kriptovalyuta bazarında əsas aktivlərdə bugün azalma müşahidə edilib, əziz tamaşaçılar. Monitora baxaq. Bəli, kriptovalyutaların flaqmanı olan Bitcoin-da biz azalma görürük. 2,34% azalma və Bitcoin $62.297 ticarət olunub. Ethereum-da da biz azalma görürük. Geriləmə var. 0,82%. Eyni zamanda Binance Coin-da ticarət gününü müsbət əhval-ruhiyyə ilə başa vurmayıb. Burada da geriləmə var və ticarət günü $594 yekunlaşıb.
ASTV İqtisadiyyat davam edir. Çin Gömrük Xidmətinin son statistikası ölkənin xarici ticarətində müsbət dinamikadan xəbər verir. Ölkənin ixal-ixrac əməliyyatları sürətlənib, Afrika ilə ticarət əlaqələri yeni mərhələyə qədəm qoyub. Baş Gömrük İdarəsinin rəsmi statistikasına görə bu ilin ilk 5 ayında Çinin xarici ticarət dövriyyəsi təxminən 2,9 trilyon dollar təşkil edib. Bu göstərici illik müqayisədə 15,3% çox olmaqla yanaşı, sabit artım trayektoriyasının qorunub saxlandığını göstərir. Yanvar-may aylarında Çinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Avropa İttifaqı və Afrika ilə ticarəti illik əsasda müvafiq olaraq 16,6, 10,3 və 18,2% artıb. Bir kəmər, bir yol tərəfdaş ölkələri ilə idxal və ixracı 13,6% artaraq 1,6 trilyon dollara yaxınlaşıb. May ayında idxal və ixracın ümumi həcmi illik müqayisədə 16,9% yüksələrək 656 milyard dollar ötüb. İxrac 13,8, idxal isə 21,5% artıb. Çin qlobal ticarət və iqtisadi tərəfdaşlarla praktik əməkdaşlığı fəal şəkildə dərinləşdirib. Beynəlxalq iqtisadi və ticarət əməliyyatlarında sabitlik əldə edib. Mayın sonuna olan məlumata görə Çinin aylıq idxal və ixracı ardıcıl 3 ay ərzində 4 trilyon yuanı, yəni 590 milyard dolları keçib. Sağlam inkişaf trendi qorunub saxlanılıb. Mayın 1-dən etibarən Çin diplomatik münasibətləri olan bütün Afrika ölkələrindən idxala 0 tarif rejimi tətbiq edib. İlk 5 ayda Çinin Afrika ölkələri ilə idxal və ixracı 168,2 milyard dollara çatıb ki, bu da illik əsasda 18,2% artım deməkdir. Təkcə may ayında Çinin Afrikadan idxalı 14 milyard dollar olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artım deməkdir. Artım tendensiyası ardıcıl 9 aydır davam edir. Vüqar Ələsgərov, Elnarə Həsənova, ASTV İqtisadiyyat. İqlim neytrallığına doğru sənaye transformasiyası yaşıl iqtisadiyyatı əmək bazarının əsas hərəkət verici qüvvəsinə çevirir. Bu transformasiya bütün Avropada sənaye və cəmiyyətə təsir göstərir. Avropanın sənaye cənubunda nəqliyyat keçidi ilə bağlı iş yerləri sürətlə inkişaf etsə də, sahil bölgələrində diqqət külək enerjisinə yönəlib. Fotovoltaiklərdəki dalğalanmalara baxmayaraq, hal-hazırda bu sektor təkcə Almaniyada 100 mindən çox insanı işlə təmin edir. Avropada, xüsusən də Almaniyada green enerji və yaxud da ki, renewable enerji, yəni ki, bərpa olunan enerji sahələrində yeni iş yerlərinin açılması və xüsusən də bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsində gözə çarpacaq dərəcədə artım müşahidə olunur. Bunun əsas başlıca səbəbi Almaniyanın qarşısına qoyduğu məqsəd, yəni ki, 2030-cu ilin sonlarına qədər Almaniyanın elektrik enerjisinin 80%-dən çoxunu bərpa olunan enerjilər hesabına əldə etmək istəyidir. Transformasiya təkcə artım gətirmir, həm də struktur dəyişikliklərinə səbəb olur. Yaşıl maliyyə üzrə mühəndislərə, texniklərə və mütəxəssislərə bütün sektorlarda yüksək tələbat var. Analitiklərin proqnozlarına görə iqlimin qorunması və yaşıl texnologiyalara yönəlmiş səylər 2050-ci ilə qədər dünyada 375 milyona qədər iş yeri yarada bilər. Amma bunun özünə məxsus müsbət və mənfi tərəfləri var. Müsbət tərəfləri ondan ibarətdir ki, bu sahə üzrə, yəni ki, bərpa olunan enerjilərdə ətraf mühitin çirklənməsinin qarşısını almaq və yeni smart sahələr, ağıllı texnologiyalardan istifadədə iş yerlərinin açılması genişlənəcək. Amma mənfi tərəf ondan ibarətdir ki, tarixən daş kömürü üzrə ixtisaslaşan enerjisinin əsas bir qədər hissəsində buradan əldə edən Almaniyanın bu sahəni get-gedə qapatması və bu sahələrdə iş yerlərinin bağlanması ilə nəticələnə bilər. Avropa sənaye strategiyası vahid bazarın dayanıqlığını gücləndirməyi və üçüncü ölkələrdən asılılığı azaltmağı hədəfləyir. Yaşıl sövdələşmə təkcə ətraf mühitin qorunması cəhdi deyil, həm də beynəlxalq ticarətdə Avropa şirkətlərinin rəqabət qabiliyyətini qorumaq üçün bir vasitədir. Elnur Hüseynli, Sabir Bilalov, ASTV İqtisadiyyat. Artıq Azərbaycan əlifbasının hərflərinə uyğun domen adları və elektron poçt ünvanları yaratmaq mümkün olacaq. Bunun üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilə internetin unikal identifikatorlarının təyinatı üzrə korporasiyası arasında anlaşma memorandumu imzalanıb. Sənəd özlüyündə bir çox önəmli məsələləri özündə əks etdirir. Bunlardan domen inzibatçılığı sahəsində idarəetmənin gücləndirilməsi, potensialın gücləndirilməsi, qarşılıqlı birgə təlimlərin təşkili, həmçinin yerli əlifbadan istifadə etməklə domen adlarının təşkili və eləcə də e-mail adreslərinin təşkili məsələləri kimi önəmli məsələlər özündə əks etdirir. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.